biz sizinlə bugün ahəng qanunu keçdik. Ahəng qanuna keçməmişdən qabaq, siz mənə deyin görüm qanun saatlərimiz hansıdır? Bəs incə saatlərimiz? Aferin. Dedim, ahəng qanuna tabi olan sözlərdə saatlər ya hamısı qalın saatlər olmalıdır, ya da hamısı incə saatlər olmalıdır. Hər ikisi olarsa, bir sözdə həm qalın saat, həm incə saat olarsa, ahəng qanuna tabi olmayacaq, qayda pozulacaq. Siz indi deyin görün mənə, qadın sözündə saatlərimiz hansıdır? Qalındır, incədir. Qalındır yoxsa? Qalındır. İndi deyin görün, qadın sözü ahəng qanuna tabidir, tabi deyil. Tabidir. Nəyə görə tabidir? Çünki İkisi də qalın saatdir. Afərin. Könül sözündə saatlərimiz hansıdır? Afərin. Qalındır yoxsa incədir? İncə. Könül sözü ahəng qanuna tabi oldu, olmadı? Oldu. Nəyə görə oldu? Çünki İkisi də incə saatlərdir. Afərin. İlan sözündəki saatlərimiz hansıdır? Qalındır yoxsa incədir? İnəcədir. İncə. Bəs A? Qalın. Həm incə var, həm də qalın var. Ahəng qanuna tabi oldu, olmadı? Olmadı. Olmadı. Afərin sizə.